Qubada cəmi 99 manata, üstəlik 3 dəfə qidalanması daxil olan bir otel tapmışam. Bəli, 2 nəfərə cəmi 99 manat, səhər günorta, axşam yeməyi də pulsuz verilir. Hələ üstəlik otağınızda PlayStation, Netflix, həyətdə uşaq əyləncə mərkəzi, teras, koteclərdən birbaşa meşəyə çıxır. Qışda qaynar hovuzu da var. Hələ bunlar azmış kimi 4 nəfərə daha münasibdir. Cəmi 150 manatdır. Evlər isə 1-2-3 otaqlıdır. Biz götürdüyümüz evdə 2 yataq otağı, 1 qonaq otağı var idi. Hər şey çox təmiz, səliqəli idi. Lazım olan bütün əşyalarla təchiz olunmuşdu. Bura Qubanın Qələduz kəndində yerləşən Aysu Village'dır. Kotec tiplidir, həyətində özünün restoranı da var. Restoranın menyusu isə çox zəngindir. Oteldə qalmasanız belə kənardan qonaq kimi restorana gələ bilərsiniz. Oteldə qalanlara əlbəttə ki, yemək içmək pulsuzdur. Lakin kənardan qonaq kimi restorana gəlsə sizə 2 cür menyu təklif olunacaq. Birinci timer menyu, ikinci isə adi menyu. Timer menyunu götürsəniz 2 saat ərzində hərəyə 5 manat ödəyərək demək olar ki 50%-ə qədər endirimli menyudan yararlanacaqsınız. Biz burada 2 gün qaldıq, 2 gün pulsuz yedi içdik. Yəni 99 manatın daxilində idi. 3-cü gün qalmadığımız günü isə timer menyudan yararlandıq. Beləliklə adam başı sadəcə 5 manat ödəyərək 104 manatlıq hesab bizə 63 manata başa gəldi. Təsəvvür edin bu basada gördüyünüz hər şey, kebab seti, turşu asarti, xırt-xırt badımcan salatı, pendir, pomidor xiyar, acika, zeytun asarti, ayran, çörək, təzə salat, qazlı qazsız su. Üstəlik sonda da bir qəşəng samovar çayıyla mürəbbə cəmi 63 manat eləmişdi. Əlbəttə ki bu otelin qonağı olmayanlara aiddir. Quba əhalisi misal üçün gəlib yararlana bilər. Və yaxud da Bakıdan gəlirsiniz, Qubadasız restoran axtarırsınız. Oteldə qalmaq istəməsəniz belə buranın restoranından faydalana bilərsiniz.